Fransa prezidenti Emmanuel Macron Nikol Paşinyandan narazı qalıb. Editor TV Ermənistan kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, noyabrın 10-da Ermənistanın kapitulyasiya aktının imzalamasından bir neçə gün sonra Macron erməni diasporunun üzvləri ilə görüşüb. Macron baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsi dövründə hərəkətlərindən narazı qalıb. Macron müharibənin gedişində bir neçə dəfə zəng etdiyini, ona öz yardımını təklif etdiyini, ismarış yazdığını söyləyib. Macron Paşinyanın ona dərhal cavab verdiyini söyləsə də, baş nazirin bir dəfə də olsun onunla öz təşəbbüsü ilə əlaqə yaratmadığını, yardım istəmədiyini vurğulayıb. Həmçinin erməni kütləvi informasiya vasitələri qeyd edirlər ki, Macron 10 noyabr kapitulyasiya aktının imzalamasından nə əvvəl, nə də sonra Paşinyanın onunla danışmamasından da hiddətlənib. Əli Abuzər, Editor TV.